istemiyorum. Onu sarı satın. Nerede Saadet? Nerede ne zaman? Nermin sarı insanları sev bu arada. Saadet en geçe şeyleri götürdüğü için. Hayır. Ben yapıştırmışım. Yok, ayıptır. En çorapları gitti. Kendine bilecek hataları gönderdim bizi var. Nerede bulunur? Gözün doymasın senin. Ne cüyüm biraz sana da Yaşa Saadet. En geçerleri seçip vermemiz liste olmalılar. Salam. Kanalımıza hoş geldiniz. Welcome to my YouTube channel. Bu bizim karakterlerimizdi. Bu Saadet'ti. Bunu ikimiz de giyindireceğiz. Bu da benim. Ama bunu necə geyindirəcəyik? Odur əsas məsələ. Biz onları stif eləməliyik. Çünki bizim 5 yaşımız var. Çünki bizim başımız bəli, belə şeylərlə məşğuldur. İndi Nərmin artıq seçib. Nərmin seçib. Onu istemiyorum. Onu sarı saçı ve sarı kofta pis görünecek. Sarma ile ortadakine yerik. What? Sarı saçlı ya. Tamam. Tamam. Salam. Mən fikirləşim. Koyduk da sonra. Mən don geyindirəcəm. Yupqa. Don, ha. Yupqa. Bak yemin ederim 20 kere falan. Ben şort giyindireceğim. 3 kere. Geçen yollar. Gerek sarı giyindirim bak. Ben bak şort takipte giyindiririm. Nani? Dəyişdi fikrini. Nermin? Aycan. Nece sen? Yaxşı, sen necəsən? Mən göy qurşaq eləyəcəm. Aha. Qırmızı, mavi, ağ. Güzel. Bendeki ortadakine bununla bunu giyindireceğim. Sən ortadakı nə eləyəsi oldu? Ha, çünkü o birisi saçı sarıdı bilmirəm nə giyindirim. Sen kömək eləyərsən. Yaxşı. Nərmin sarı insanları sev bu arada. Bəli. Bu birinci Test dəfəsi məsələsi. deyil. Test. Bu birinci məsələ, birinci dəfəsi də deyil bu arada. Bilinçli götürdüm. Belədir. Mən də Nərmin də götürürəm. götürsün. Bir dəfəlik götürək. Çünkü kofta bilmirəm belki o birisi götürür. İndi Telefonu mu yoksa? çok köşe oldu Nərmin. Oyunda ne şey yaraşdı? Çok köşe yaraşdı. İndi qaydırıq. Göstərək. Göstərəbilirik. Ən sonunda göstərəcəyik. Yaxşı, bunu sen. İstedik ya burnunu. Güzel oldu. Sen de güzel oldu. Sen saçta oldu. Ben böyle, çünkü yufka etek kısa olduğuna göre uzun çorap istedim. Kapat sen çorap Bu bir tayı, bu bir tayı. Bu ikinci tayı. Acı gördü çok diye. İş koymak ben o kadar. Neyse, olsun. Şey var. Çorap isteyen kaç kilo aşağı. Çorap görmeyecek misin? Nerede Saadet? Nerede? Ne zaman? Ne zaman? Saadet en geçe şeyleri götürdüğü için. Xeyr, ən qəşəng şeyləri mən götürməmişəm bu arada. Bayaqdan o sarı koftan istəyirdim götürüm. Birindən dedi ki, onu Sen götürəcəm. dedin ki ben yufka giyindireceğim. Onunla bu yufka ilə bu da qəşəng. Getməzdi. Bilmirəm. Zevki yoktu. Amma bu hissəsi çox qəşəng oldu. Ha, bunu da bu hissesi. Geçen. Hə. Geldi bunu da giyindireceğim. Yox, hə, o da olar. O yazığı da bir yazığı da diskriminasiya edir. Ən pis səsi var. Bir tane şalvar kaldı. Bununla bunu giyinsin. Ne giyinsin? Bununla bunu geyinsin. Məncə ürəkli daha qəşəng. Çünki bunu desəm. Bununla da geyinərlər. Bu da çox Yok o qəşəng. rengi pis de onunla o dönüşeğine. Amma bununla bu gedəcək işləri. Şalvarı mən geyindirim. Birinci ayakkabı giyindirmeliyim. Niyə? Çünkü şalvar uzundu. Yox. Kapat kapat şalvarı. İndi O kız biraz diskriminasyon elədik ama olsun. unutduq ki, bizim belə bir qızımız var. Kötü kaldı. Ben yapıştırmışım. Yox, ayıbdır.
Ay mama pikemiyorum. Az çorapları gitti. Ama Bunun proporsiyonları pisdi bu kızın. Bak body shaming. Saçını deri rengini shame'ledi, kesti bodysine. Ben saçını okeydim bu arada. Saçın sen de uygunlaştı. Geç oldu. Burası için emiş. Ay mama. Qayda qədər paltarı yaxşı. Mənə cəza olsun deyirsən. ha. Geç. Aa, çox qəşəng Biraz yaraşır. saçını yığışdırsaq. Sarı değil. Niye insanın saçı sarı olsun? Utanırsan nərim? Yani sarı da, sarının da sarısı var. Sarışın olsun. Sap sarı olmasın. Çox ayıb. Çox Saçım ayıb. niye bayaqdan açmıramış? Hə, indi otağı İndi vəziyyət. otağı vəzi. Mən istəyirəm ki, nə istəyirəm? Sən stəkan, gəl stəkanlarımızı asaq. Bu nədir? O nədir bilmirəm. Stəkanları asaq. Ki, mənim öz balamın yanına. Pikmi. Belədir. Qoy görüm yeməyini də qoy. Bu Səadət. Bəli. Bu mən. Nərmin qəşənglərini əvvəlcədən seçmiş. Xeyr, Səadət ən qəşəng corabla ayaqqabını götürdü özünə, yubqanı da götürdü özünə. Bir dənə koftanı seçib deyə onu şey eləyir bayaqdan qızımız. ya, kofta Mən bizə dedim ki, bu koftanı istəyəcəm. Ayaqqabıma bax mənim. Yesiz. Bu da axıra qalanlardır. Ev paltarı Səadət. Bir dənə səninki də pikmi. Nə əlaqə, sənki də pikmidir. Xeyr, mənimki evdə necə geyinir, elə geyinir. Bu da bizim şəkillərimiz, mətbəximiz. Bu qədər. Son Bugün ikinci gündəyik. Təbii ki, davam edir. Hər gün birini eləyib qutaracaq. Çox bəyəndiyimiz üçün Nərmin də dəvət elədik. Artıq belə. Biraz eləmişik qalsın. Nərmin yenə qara birini seçdi. Biz də ağ insan. Biz ağ insan olduğumuz üçün. Həyatım belədir. Going shopping. Shopping dedilər. Ey Səadət, ən qəşəng şey götürmüşsən. Allah haqqı. Hələ paltarlara baxmamışam, bilirəm ki, ən qəşəngi budur. Ondan başqa Hə, yox, başqa rəngi də var. Utanırsan Nərmin. Prosta. Mən corabları götürəcəm. Yəni. Olsun biz götürdüyümüzü sən qalanıldı. Hə, yaxşı. Olsun. Geyindirim üstdən. Üstdən. Yaxşı, qoy Nərmini gözləyək. Sonra ağlamasın ki, ən qəşəngləri siz seçirsiniz. Kofta. Kofta yox. Köynək. Mən Cəmildən köynək sözünü işlətməyi öyrənmişəm. Kofta deyilmiş. Cəmil heç vaxt kofta demir. Çox qəribə. Bilmirəm. Mən axır ki sarı götürəcəm. Dünən imkan vermədi Nərmin. O sarını götürəcəm. Götür. Mən? Nərmin sən hansını istəyirsən? Baxıram ona ki, görüm nə geyindirə bilərəm. Bunlar niyə maykalıdır? Mən məsələn bunu geyindirsəm bu maykası altından görünəcək. Yəni, Buradan da mənim şalvarım yoxdur axı. Mən bunu geyinəcəm. Siz o bizdən birini götür, o siz də əlinizdə al. Niyə bizə şalvar opşunaz veriblər? Biz niyə bayaqdan bura keçmirik ki, normal kofta zat götürürük? Olmaz, o birisi evəndi. Bu da zor. Bu da Sıra bunu keçirməlikdən. Səadət, bu sənin şey oxşuyur. Kamizon var. Hə. Bu ikisini geyindirirsən. Nətər? Səadət, bütün geyinilə biləcək paltarları geyindirdin qızıva. Nədir bunun adı? İki dənəsi gəlib üstümə düşüb. Yetim Charlie ilə Lola qaldıq. Yaxşı ki, bəs kamera çəkirdi də. Ay yox, sən o anda çəkmir. Sən dedim ki, Nərmin, gəldin dedim ki, mən yubqanı götürəcəm. Dedim onda mən bunu götürəcəm. Yubqa ilə altdan bu geyinlə, bunun adı nədir? Corab. Ağlıma gəlmədi. Nəysə, o corab. Bunu necə geyindirim? Bunun qarnı görünür. Ay, sən mühafizəkar. Evet, elə. Qısa yubqa geyindirmirsən, onu dərd eləmirsən.
Elə də görünmür. Buna bax, bir dənə kəndçiyə oxşuyur. Bəlkə altdan başqa şey geyindir. Başa düşdü necə? Mən gözdə bunu yapışdım. Bu arada hiss elədiniz kənddə olanlara nə dedi? Kəndçi dedi. İndi sənə hate comment gələr. Ağlın gələr başına. Əşi, onu təzən yapışdan da belə olacaq. Çox şeydən uğraşma. Əsən onu mənə verseydin mən. Bunu götürdüm onda. Bu. Gözün doymasın sənin. Nə geyindirəsən? Nə daha üstdən altdan geyindirdin? Allah Gəl soyundur bizimkiləri də geyindir. diskriminasiya. Lütqol. Mən yazıq elə gəldi getdi də söz atırlar. Görəsən gözlərini açıq da taxa bilirəm. Ən iyrənc kombin elədim Allah'a. Yəni Demir ki, kombin eləməyi bacarmır ha. istər görsə şoka düşər ki, bu nədir eləmirsən. Bütün rəng kombinasiyalarını sədə toğurladığı üçün. Ay, Məncə bu sən Hə, kəndə qəşəng. Görsən Səadət. Ən qəşəngləri seçib söyləməyinə stilist olmurlar. Vision lazımdır. Vizyon. bir ən qəşəngləri seçməmişəm. Sadəcə gördüm, bəyəndiyim gün. Amma mən də Bunu geyindirməliyim. burada mən nə geyindiririm? Nə geyindirmək istəyirsən sən daha çox? Ayaqqabı yoxdur axı. Aa, Bunları keçən dəfə mənə qaloş geyindirmişdin. Ha, geyin bunlar indi. Orada qırmızı var, bunu geyindirəcəm. Niyə? Bir dənə. Çox obyektiv. Hər şeyi var. Ən qəşəngini götürüb götür. Siz də Şortik götürə götürüb bilərdiniz. götür. Kalqoska götürüb götür. Ayaqqabını götürək. Bir də Nərminlə mənə bax. Heç olmasa Nərminə bunu taxdıq falan normal görünür. Mən kalqoska ilə gedirəm. Başına oxşayır, tayt oxşayır. Geyinə bilərdim, var idi əlində oxşur. Burada, bax, o bir də qısqancılar ki, var idi oxşur. Geyinərdin də bunu sən. Vardı. Geyinərdin də şalvarı sən çox Mən xoşdurdun. stilistəm. Mən corab üstündən şortik geyinməyi öyrənmişəm. Bəli. Acemi cadıda o qızlar geyinirdi, mən də elədim. bunun qırağı kəsilib yəqin belə şey olsun deyə. Görünsün deyə. Amma o əlində necə? Burası şey olsun. Sadət getmək üçün də məncə. Yazıq canım. Amma çox təşəkkür edirəm. Hə. Nərmin çox məntiqli düşünür. Doğrudan. Qısqanc. Nə qəşəng. Aa, somkası qəşəngdir. Nə qəşəng. Tam əlində oturdu özdə.